Çıxış öncəsi həyəcanlanan hər kəs egoistdir. Yəqin razılaşmışsınız mənə. Amma indi mən sizə bunu sübut edəcəm və siz mənim bu suallarıma elə özünüz də cavab verməyə çalışın. Mən əməkdaşımız Fuaddan soruşacağam. Çünki o özü də həmişə çıxış edəndə həyəcanlanır. Fuad, sənə bir sualım var. Çıxış edəndə ən çox kimin haqqında düşünürsən? Ən birinci özüm haqqında düşünürəm. Yaxşı, özün haqqında düşünürsənsə, bəs çıxışınla bağlı nə fikirləşirsən? Danışmaqda olurmu fikrin? Daha çox çıxışımda səhv eləməkdən qorxuram. Ona fokuslanıram. Nədən danışacaqsan, ona fokuslanırsan, Bəli. düzdürmü? Yəni də fokusun yerini dəyişək. Birbaşa tamaşaçıların haqqında düşün. Onlar sənin məlumatlarına qulaq asan sözlərini yaxşı hiss eləməlidirlər, çoxlu biliyi almalıdırlar. Yəni rakursu dəyişək. İndi nə hiss edirsən? Məsuliyyəti varmı? Belə olduqda fokus mənim öz üzərimdən çıxır və tamaşaçılara doğru gedir. Deməli, sən artıq danışmırsan, izah edirsən. Əziz tamaşaçılarım, əziz izləyicilərim, siz də bilin, danışmaq yox, izah eləmək. İnsanlara daha faydalı məlumatlar haqqında düşünsəz, necə danışacağım, onlara necə maraqlandıracağım, bunlar haqqında düşünsəz, əmin olun ki, həyəcanınız tamamilə yox olacaq.